İslam'a şahid oluruq. Və İmam Əlinin həyatında biz şahid olduğumuz məqamlardan biri İmam Əli əleyhissalamın ədalətidir. İmam Əli əleyhissalam bilirik ki, 25 il İmam Əli əleyhissalam sükut edir. Məqsədi sakit qalmasının, İmam Əlinin sakit qalmasının əsas səbəbi bu idi ki, İslam ümməti arasında ixtilaf düşməsin, İslam ümməti arasında parçalanma yaranmasın, dinimiz zəiflənməsin, gücdən düşməsin. Necə ki, Quran-ı Kərimdə Allah Teala buyurur ki, وَاَتَسِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا Hamılıqla Allah Teala'nın ipindən yapışın. وَلَا تَفَرَّقُوا Parçalanmayın. İmam Əli əleyhissalam bu həmin ayəyə riayət edərək Allah Teala'nın dininin parçalanmamasına görə sükut elədi və növbəti 4-cü xilafət məqamına İmam Əli əleyhissalam